biz görürük də, məsəl üçün, o kəslər ki, o ağalar ki, o həcilər ki, və s. də belə özünü din xadimi edən şəxs, yəni şeyx hesab edilən şəxs ki, hamı ona baxır, ondan özünü nümunə göstərir. O onu deyir, şəkil çəkdirmək haram da olmaz. Ancaq özü onu edir axı. Yəni, özü onu öz əməlində göstərir. Bəs ona baxan insanlar necə? Həm də ki, bu elə bir şeydir ki, artıq müasir dövrdə hər kəsin profili müəyyən olmalıdır. Yəni, səni şəxs tanımalıdır. Sən, tutaq ki, Facebookda özünə profil açmısan, orada sənin şəklin, adın, soyadın bilinməlidir. Bugün məhz o şəklin olmaması baxımından nə qədər negativ hallarla biz rastlaşırıq sosial şəbəkələrdə. Özümüz də bir, yəni sosial şəbəkələrdə bugün artıq insanlar, yəni mənəvi məsələləri belə deyək, təhqir edirlər. Yəni, indi onu mən həyəcanlayan biraz, yəni ifadə edə bilmirəm də, çox həddən artıq təhqir, söyüşlər yazırlar başqa profil adı altında. Yəni, o, bilirsiniz, indi bizim müasir dövrə uyğun deyil o şəklin olmaması. Yəni, bu insan müəyyən olunmalıdır ki, yəni burada duran kimdir və bu söyüşü söyən kimdir? Tutaq ki, yəni dövlətçiliyi və s. Da böyük şəxsiyyətləri təhqir edən kimdir? Bu bilinməlidir. Və bu Facebook olmasın, Həkim müəllim. Adicə mən dostumla istəyirəm şəkil çəkəm, yadigar saxlayam, yadigar qalsın. Bunun bir qəbahəti. Bunu bilirsiniz, bu İslam mənbələrində var. Yəni, bəzi məzhəblərdə bu tamamilə haram hesab olunur. Yəni, qadağadır, şəkil çəkdirmək haramdır. Bilirsiniz, əvvəllər qədim zamanlarda heykəl qoymaq, şəkil çəkdirmək və insanların və heyvanların rəsmin çəkmək haram hesab olunurdu ki, insanlar yəni, onları bütləşdirməsinlər. Yəni, çünki qədim zamanlarda, hətta Nuh Peyğəmbərlərin zamanlarında və s. müəyyən zamanlarda yəni, insanlar onların rəsmini çəkirdilər və onları sitayiş edirdilər. Və Allah da qəbul etmir ki, ondan başqasına ibadət sitayiş edəsən. Yəni, Quranda nə qədər ayələr var ki, Allah Teala bildirir ki, yalnız mənə ibadət edin, elə Fatihə surəsində. Yalnız mənə, yəni, biz yalnız sənə ibadət edin, yalnız səndən kömək istəyirik. Yəni, Allah Teala insanı yaradıb və bütün insanlar dərk edirlər ki, Allah onu yaradıb. Və insanlar Allahı yəni, özünə Rəbb bilməlidirlər. Allahdan başqalarını yox. Və qədim zamanlarda insanlar, yəni Allahın dostları olan, Allaha bağlı olan insanların heykəllərini, şəkillərini düzəldib, onları ilahiləşdirirlər ki, necə bugün bəzi məzhəblər, bəzi, məsəl üçün, Allah dostlarını çox həddən artıq ilahlaşdırırlar. Yəni, hətta onların qəbirlərini, yəni ilahi qüvvə kimi gedirlər, orada qurban kəsirlər, yəni Allaha qurban kəsmək əvəzinə orada qurban kəsirlər. Yəni, bu kimi neqativlərin qarşısının alınması baxımından bəzi radikal məzhəblərdə şəkili haram hesab ediblər. Amma, məsəl üçün, mən öz baxışımı bildirmək istəyirəm ki, yəni, burada indi gənclər savadlıdırlar, elmlidirlər, indi gənclər öz rəblərini